İran rəhbərliyi Rusiyaya qaça bilər. İran rəhbərliyi Rusiya ilə mümkün təxliyə üzrə danışıqlara başlayıb. İran rəhbərliyi Rusiya ilə mümkün təxliyə üzrə danışıqlara başlayıb. Oxu nöqtə xəbər verir ki, az xəbər verir ki, bu barədə İran internasional məlumat yayır. Məlumata görə İran ali lideri Əli Xameynin administrasiya rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin zərbələri səbəbindən İranda vəziyyətin daha da pisləşəcəyi təqdirdə ölkəni tərk etmə ehtimalı ilə bağlı Rusiya rəsmiləri ilə gizli danışıqlar aparır. Bildirilir ki, yüksək rütbəli Rusiya məmurlarından biri Hecaziyə şəxsi zəmanət verib. İranda vəziyyət pisləşərsə, Moskva onun və ailə üzvləri üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək. Bəli, həm də iddia edilir ki, digər yüksək rütbəli İran rəsmilərində oxşar razılaşmaları var. Onlardan bəziləri mümkün qaçış yollarını müəyyənləşdiyi deyilir. Əgər doğrudan da ölkədən qaçacaqsınızsa, ölkəni tək qoyacaqsınızsa, sosial durumu aşağı olan, hansı ki köməksiz, nə bilim silahı olmayan, heç bir texnikası olmayan, gücü olmayan, istər yenə də deyirəm maddi, istəyir mənəvi, xəstə, əlil insanları doğrudan da bu vəziyyətdə qoyub qaçmaq nə qədər düzdür? Hansı vətənpərvərlikdən danışmaq olar? Əgər bir vətəndə müharibə gedirsə, hər bir kəs o müharibədə, o ölkədə yaşamalıdır. Ya ölüm, ya qalım. Başqa çıxış yolu varmı? Necə ölkədən çıxmaq olar, ölkəni qoyub getmək olar? Bu nə qədər düzdür, nə qədər ədalətlidir? İnsan tək özünü yox, hamını düşünməlidir. Pul olanda düşünürsən, belə məqamda da düşünməlisən.